Azərbaycan və Türkiyə kökənli jurnalistlərin hamısı əlini qaldırdı ki, biz Kərkükə getmək istəyirik. Bizim hamımızı bir avtobusa yığdılar, başımıza da bir nəzarətçi qoydular ki, amma gedib orada nəzarətdə gedib gələ bilsinlər oraya. Amma mənim yadımda da orada Alman, Fransız, İngiliz jurnalistlər də vardı bizim qrupun içində. Mən avtobusdan elə düşən kimi axşama yaxın idi. Gördüm ki, bizim insanlarımız, dedim axşamınız xeyir, necəsiz? Onların hamısı mənə cavab verdi, yaxşıyıq, siz necəsiz? Gördüm, hamı təəccüb içində mənə baxır. İlk öncə Alman bir jurnalist dostumuz döndü ki, sən bunların dilini hardan bilirsən? Dedim ki, mən bunların dilini bilmirəm, biz elə eyni dildə danışırıq. O döndü, dedi ki, necə yəni siz eyni dildə danışırsınız? Dedim, bəli, onlarla bizim dilimiz eyni dildədir. Adam bir xeyli getdi fikrə, sən dedi, Xəzərin sahilindən gəlirsən, burada necə? Mən məcbur oldum buna izah eləməyə, nələrisə danışmağa və üstəlik Türkiyəli dostlarımız da döndü ki, bunların ləhcəsi sizə bizdən daha yaxın imiş ki, siz axşamınız xeyir, necəsən deyirsiniz, bunlar hamısı sizə elə sizin ləhcə ilə cavab verir. Mən dedim ki, bizim ləhcələrimiz %98% eyni ləhcədir. Və mən ilk dəfə Kərkükdə olanda elə bilirdim, elə Bakıdayam, Şəkidəyəm, Gəncədəyəm, mən bu şəhərdə burada doğulmuşam, bura mənim üçün əziz doğmadır və o xoşbəxtliyi yaşamaq nəsib olmuşdu. Və biz gəzdiyimiz zaman Böyük Nəsrəddin Tusini Kazımeyn də ziyarət edəndə, Kərbəlada Füzulini ziyarət edəndə, hər bölgəyə mən o dini yerləri ziyarət edəndə ki, mənə birdən dini liderin biri dedi ki, bu çılçırağı görürsən, nədir dedim, bunu Hacı Zeynalabdin Tağıyev bizə hədiyyə göndərib. Mən baxdım ki, İraqın hər yeri Azərbaycana nə qədər doğmadır, nə qədər əzizdir. Azərbaycanın milli lideri Heydər Əliyev həm Sovet İttifaqı dönəmindəki fəaliyyətində, həm müstəqillik dönəmində İraqla münasibətlərə xüsusi önəm verərdi və İraqda yaşayan soydaşlarımızla münasibətlərə çox ciddi önəm verərdi. Hər zaman gündəmdə olub və bugün də ölkəmizdə bu düşüncə, ölkəmizin rəhbərliyinin, ölkəmizin prezidentinin bu düşüncəsi var ki, Cənab İlham Əliyevin, hörmətli prezidentimizin ki, Azərbaycan-İraq münasibətləri inkişaf etməlidir. Çünki açıq deyək, ərəb ölkələrinin içərisində Azərbaycana İraq qədər hər şey ilə yaxın doğma olan heç bir ölkə yoxdur. Ən yaxın bizə İraqdır. Cənab Prezidentin fəaliyyəti ilə bərabər parlamentimiz buna çox önəm verir və parlamentimizdə Azərbaycan-İraq parlamentlərarası dostluq qrupu fəaliyyət göstərir ki, qrupumuzun rəhbəri çox hörmətli İlham müəllim, o da bölgədə